Aslında bəzi vətəndaşlar üçün pensiya yaşının daha erkən təyin olunması sosial ədalət baxımından çox vacib və düzgün qərardır. Xüsusilə ağır və zərərli şəraitdə çalışan insanların sağlamlığı daha tez zədələndiyi üçün onların digərləri ilə eyni yaşda pensiyaya çıxması ədalətli sayılmaz. Bu baxımdan əmək pensiyaları haqqında qanunun 9.1-ci maddəsi real həyatı nəzərdə alan mühüm bir mexanizmdir. Yeraltı işlərdə və ya zərərli sahələrdə çalışan kişilərin azı 12 il 6 ay, qadınlarda isə 10 il bu şəraitdə işləməsi halında pensiya yaşının 5 il azaldılması onların əməyinə verilən bir növ kompensasiya kimi qiymətləndirilə bilər. Çünki bu cür işlər təkcə fiziki deyil, həm də psixoloji baxımdan insanı tez yorur və sağlamlıq risklərini artırır. Amma burada əsas problem ondan ibarətdir ki, bir çox vətəndaş bu hüquqlarından ya ümumiyyətlə xəbərsizdir, ya da sənədləşmə prosesinin çətin olduğunu düşündüyü üçün müraciət etmir. Halbuki Nazirlər Kabineti tərəfindən təsdiqlənən peşə siyahısında minlərlə sahə yer alır və bu siyahı mütəmadi yenilənir. Bu isə o deməkdir ki, əslində daha çox insan bu güzəştdən yararlana bilər. Məncə bu mövzuda ən böyük çatışmamazlıq maarifləndirmənin zəif olmasıdır. Əgər dövlət qurumları və media bu barədə aktiv məlumat versə, insanlar öz hüquqlarını daha yaxşı bilər və bundan faydalana bilər. Eyni zamanda sənədləşmə və müraciət prosesi də maksimum sadələşdirilməlidir ki, insanlar bu hüququ rahat şəkildə əldə edə bilsin. Nəticə olaraq demək olar ki, qanun kifayət qədər ədalətlidir, amma onun real təsiri insanların bu hüququ nə qədər xəbərdar olub istifadə etməsindən asılıdır. Ona görə də hər bir vətəndaş öz əmək fəaliyyətini və hüquqlarını diqqətlə araşdırmalı, lazım gəldikdə isə müvafiq qurumlara müraciət etməlidir.